Herkese salam, sabahınız xeyir olsun kızlar. Yeni vlogumuza hoş geldiniz. Səhər saat 8'dir. Mağazine gitmiştim çörək almağa. Bugün işim gücüm elə evdə olacaq. Hər zamanki kimi uşaqlar da evdədir. Bundan əvvəl izlədiyiniz vlogda demiştim, Ali dizini yaraladı. Çok pis yaralamışdı ama mən qoçaqlıq etdim. Pereksini zaten təmizlədim. Maz çəkdim, quruyub indi. Bugün evde olacak. Sabah 1 May'dır. Sabah da evde olacak. Üstünü ders olar herhalde. Dediğim bir səhər sizlere açış edim. Bugün elə geçen elə güzel hava var. Hem sərindi, hem güneşlidir. Gəzməli havadır əsl. Biraz işlerim var çöldə, bayırda görüləsi. Ama vaxt tapsam göreceğim. Vaxt tapmasam qalacaq. Aylıq alış-veriş de etmək lazımdır. Ona göre de gerek yoldaşım evde ola. Aylıq alış-verişimizi düzgün edə bilək. O da işləyir deyə ancaq gecə saat 10'da 11 arası gəlir. Bizdə alınmır. Aylıq alış-verişi edəndə gerek maşınla gətirəsən çox alıram çünkü. O saatlarda da yorğunluq olur deyə getməyək deyir. İşte mən çatdım. Gedim çayımı koyayım, demleyeyim, ev ahalisini kaldırırım. Dursunlar, işe gedəsilər işlerine gitsin. Evde qalası varsa evinde qalsın, evlərində nədir. Gedim uşaqlar kaldırım. Ali, dur aşkım. Ağrıyor mu kıçın? Ağrıyor mu? Dur. Pəncərəni bayağı açdım. Amma gülləri belə qoymadım. Gerək həm hava deyə, həm də ki günün altında qalır. Açmaqdan ötəri. Bu tikanlı güllərdir. Belə. Tikanlı güllər. Nə deyəcəydim sizə? Aklımdan çıxdı, fikirləşdim, aklımdan çıxdı. Hə, bayaq çəkdim videoya. Baxıram, belə alnım, belə də düşmüşüm, qaşdı qabaqlı. Gün vurur deyə qızlar, buralarım mənim elə qırışdı deyil. Gün vurur deyə belə qalmışdım. Üzümə vururdu mən çəkiş edəndə. Bir də nə dedilər? Nə deyəcəydim, gən aklımın ucundan getdi. Hə, deyirlər ki, YouTube'un başını bırak deyirlər, onsuz da əziyyətin elə özünə qalır, izlənilmir, irəli getmir. Amma mən bırakmaq istəmirəm, çünki nə qədər izlənilməsə də, nə qədər insanlar mənə baxır, izləmək istəyir, xoş olur izləmək, gözəl yorumlarınızı oxuduqca, inanın ki, elə gözəl, elə enerjili olarak məni çox sevindirmiş olursunuz. Hə, onsuz da deyirlər, özünə başına çəki düzən edən qızların videoları izlənir, dodaqlarını dolğu edən qızların videoları izlənir. Bir də nə ayrıq bizim idik? Estağfurullah, tövbələr olsun. Hə, nəysə, nə bilim, bizim yemimiz də belədir. Gördüyünüz kimi. Günlük sayda həyatımız insanın əsas geyiminlə ölçülmür, insanın özünün mənliyinlə, tərbiyəsinlə ölçülür. Bacım hamam otağında ilə çıxdı. Bu belə tutum, hələ görünməsin. Neyse, çayımız da dəmlidir. Çayımızı da qoydum. İndi çörək yeyək. Ondan sonra da ki, bunları qovacam evdən. Qovacam evdə yesinlər, işləsinlər. Bunlar işgüzar adamlardır. Mən ev adamıyam. Elədir mən əsmə? Yuxudan yaxıb deyinə. Qorxma, çəkmirəm səni. Elə gündədir, nə gündədir, nə. Üzü başı şiş. Nəysə qızlar, görüşərik. Mən bunları yola salım. Süfrəmizi açaq, yeməyimizi yeyək. Burada olacağım. Sizsiz o qədər iş gördüm qızlar. Qablarım var idi, biraz indi onu yuyuram. Ondan sonra yemək bişirəcəm. Amma hələ bilmirəm nə bişirəcəm.
Bir bacı məndən soruşur ki, Nərgiz, Bakında gicəllənmə qaldı mı? Mən də elə bu haqqında sizə demək istəyirdim. O gün ki, dağa gedib gəlmişdim. Ondan sonra elə bil ki, anadan yeni doğulmuşam. Allah hər birinizin canınıza sağlıq versin. Üstünüzə sağlıq olsun. Başım çox ağrıyırdı. Gicəllənmə idi, ağrı da döydü. Döyülmüşdüm, elə bil ağ olsun. İnsan çox əsəblənirdi. Mən belə danışdıqca görürəm, çox xanımlarımız yazırlar ki, bizdə də elədir. Mən də o durumdayam. Həm mən 2 sistem qoydurdum. Demirəm, biri dəmirə qarşı qoydurdum. Biri də ki, immunitetin güclənməsinə görə. Analizsiz qoydurdum. Nətər varam elə o aptekdə işləyənə dedim. Həkimə getmirdim. Çünki həkimlərə daha etibar eləmirəm, inanın ki. Hamısı pulla oxuyan həkimlərdir. Yaxşıları da var, əlbəttə ki, içində intihası. Pulla oxuyanların yanına da gedirsən, o qədər yazıb tökürlər, bilmirsən hansını alasan. Daha getdim o qadına, dedim, o da sistemlədi, su yazdı. O suyun da mənə çox xeyri dəydi. Su da yaxşıdır, demirəm, paslı dadır, amma su içirdir, içirdir adamı. Vitaminli sudur dedi, yəni dəmir vitamini var içində. Bir də o dağın havası. Gərək hava dəyişkənliyi edik. Həm mən allergiya da olmuşdum, axsıra dururdum. Allergiya tam olanda məndə çıxmır. 3 ilmi, 4 ilmi bundan qabaq yenə olmuşdum. 3 ay allergiyadan elə əziyyət çəkdim. Burada həkimlər iynə dərmən də yazdı, istifadə etdim, heç biri köməklik etmədi. Daha sonra qərar verdik ki, yay fəsilidir, kəndə gedək. Həm ziyarət, həm ticarət deyək. Kəndə çatar-çatmaz bir gün keçmədi, allergiyam getdi. Onda bildim ki, hava dəyişkənliyi etmək lazımdır. İndi o gün də elə gicəllənirdim. Sistemləri qoydurandan sonra yoldaşım da dedi, evdəyim onsuz da. Gedək havamızı dəyişək. Qəşəng havamızı alaq, gələk. Ara-ara belə dəyişkənlik yaxşıdır. İndi elə insanlar var, elə bacılarımız var, çıxa bilmir. Ya işlərinə görə, ya nə bilim, nə dağa, nə kəndə gedə bilmir. Allah hər kəsə kömək olsun, qızlar. Çox bacılarım bu haqqında yazmışdı ki, biz də elə gündəyik. Nəsə, bu da elə gicəllənmə virusudur, deyəsən, buraxıblar canımıza.
Az fikirləşdim, tez tapdım. Nə bişirəcəyimi. Kələm qovurması etdim. Bu dəfə pomidorlu, kartoşkalı, göylü, göyərtili edirəm. Keçən dəfə duzla kələmi ovub belə bişirmişdim. Duzla ovanda da çox qəşəng dadır qızlar. Bir yoxlayın vaxtınız olanda. Onda fərqli dadı olur, gözəl dadır. Belə də fərqlidir, belə də gözəldir. Kök vurmadım. Pomidordur, kartuşkadır, kələmdir. Duzu, göyərti, ədviyyat da vurmadım. Çünki bunun içində biberləri sevmirlər uşaqlar. Artıq bu hazır oldu. Günorta yeməyimizi yedik. Dönə-dönə qızlar məndən soruşur. Neçə videolarının altına yazıbdı. Bacı Zopun düyünlüdürmü, düyünlü deyilmi? Mən yazdım, cavabladım o yorumları. Amma nə qədər cavablasam deyə bilirəm ki, özümü tam ifadə edə bilməmişəm. Başa sala bilməmişəm. Elə bil ki, nə? Yodamarini içəndən sonra biraz narahatçılığım var idisə də o da getdi. İndi gedib nə edəcəm bilirsinizmi? Təzə qoz düyünlüyübdür, xırda-xırdadır belə, dərman boydadır. O qozlardan deyəsən 16 gün, hər gün birini utmalısan. Bunu mamam deyibdi. Mamam da eşidibdi böyüklərindən. O zəng edib dedi ki, qozlar düyünlüyübdür siz tərəfdə. Deyirəm düyünlüyübdür. Deyir, hər gün bir dənəsini o düyünə xeyri var sopuna. İndi gedib qonu-qonşuda qoz ağaçları var. Ondan hər gün birini qopardıb udacam. Görüm nə olacaq. İndi nə qədər doğrudur, yanlışdır qoz udmaq bilmirəm, amma mamam deyibdi deyə uduram. Dünən də udmuşam, heç bir narahatçılığım olmadı. Keçən ildə udmuşdum 7 gün. Bir il indi təzə-təzə düyünlənir deyə yadıma saldı. Dünən də udum, bugün də udacam. Görüm nə olacaq. Anam istəyib. Anam istədiyi hər şey edərəm mən. Elə bacılarımız, elə xanımlarımız var. Keşke anam yanımda ola deyirlər. Hər istədiyini edək. Əl çatılmaz yerlərdə olur bəzən. Allah uzaq eləsin. Allah heç kəsə göstərməsin. Allah dünyasını dəyişənlərə də rəhmət eləsin. Bax o ağacdan, bu yekə ağacdan qopardıb gəlirəm. Bir dənəsini qopardıram, hər gün birini gəlib uduram. Balaca-balacadır. Belə ucunu qopardıb dərman kimi yuduram. Deyivə. Artıq axşam eləyirik. Baxın, belədir. İnanın ki, yod ilənir. Elə bir qoxusu var. Amma bu qoxu məni heç narahat eləmədi dünən. Heç narahatçılığım olmadı. İndi deyərsiniz, bu qız axırına gələn hər şey edir. Udmuşam qızlar, bildirdə udum. Heç nə olmadı. Baxalım belədir. Sabah görüşərik inşallah. Hər gün böyüyür deyə damcı-damcı. İnansızmı zorla keçir. Zorla keçsin boğazından. 15-16 gün gəlsən onu ud. Böyüdükcə udmaq olmayacaq. Ona görə bildirərəm 7-sini udmuşdum. Çəkdiyim videoya bayaq baxanda mən qozu udan vaxtı su içmək üçün xanımlar kənara çəkildim. Amma tam çəkilə bilməmişəm. Öz fikrimcə elə bilmişəm kənara çəkilmişəm. Su içdiyimi də videoya düşübdü.
Birdən elə fikirləşərsiniz siz Allah, o qozu mən udmadım, kənara çəkildim, ağzımdan çıxartdım. İnandığımız Allaha and olsun ki, udmuşam. 2 gündür mən qozuduram. Yəni, nəyə görə kənara çəkildim bilirsinizmi? İstəmirəm, cəmaatın gözü baxa-baxa, qurt su içəm mən. Bəzi videolarımda bəlkə su içdiyimi görmüş olarsınız, kənardan ya uzaqdan və yaxud çəkib qutarandan sonra yadıma düşüb, o anları da götürməmişəm, silməmişəm. Amma indi tam yaxından çəkirdim, qozu içən vaxt, ona görə kənara çəkilmişdim. Qönçələrini artıq açmağa başlayıblar. Bunun rəngi elə bil ki, biraz başqadır, amma bu tünd sarıdır. Yarpaqları da maşallahı var, tünd yaşıldır. Bu ağ rəngdir, bunlar da açasıdır. Qırmızı, nə də gözəl görünür. Burada rəngi başqadır. Ekranda, yəni kamerada başqadır. Tam bilmək olmur. Bu da açıb. Çilli qızım açıbdır. Bu da artıq açmaq istəyir. O qədər dolu tomurcuqları gəlir. Hər tərəfdən dolu-dolu. Gedək işimizi, gücümüzü görək. Axşamı da etdik. Gün nə təri gəldi, nə təri getdi, heç xəbərimiz olmadı. Başımız işə, gücə qarışdı. Bir videonu tamamlamadan bundan sonraki izləyəsi videomuzun çəkilişini edirdim. İndi bir stəkan çay içək. Ara vermək də lazımdır. Ondan sonra da bacınız montaj işlərinə baxacaq. Artıq gecdir. Gedək indi çayımızı içək. Çayımızı içə-içə də sizlərlə sağollaşım. Çayımı içdim. İndi bu cür üz-üzə, göz-gözə sizlərlə sağollaşacağım. Nə qədər çəkdim bilmirəm. İnşallah bir video alındırmışam. Günümüz bugün elə iş görməklə keçdi. Artıq heç bir şey etmədim elə. Ancaq yeri yür, çəkilişini et. İnanın ki, çəkiliş etmək də hasad deyil. Ekran arxasına baxmaq asaddır, amma bunu etmək asad deyil. Əməyimizin, zəhmətimizin haqqını verin. Haqqını verin biz bacılara. Belə qızlar, bir günü axarına gəlib çatdıq. Sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. Biz də artıq axşamdır. Gecəniz xeyrə qalsın deyim. Amma siz nə zaman izləyəsiniz? Elə o saatınız xeyirli olsun deyim. Öpürəm hər birinizi. Görüşərik inşallah sabah.